Deməli, kino Azərbaycan kinosu ilə bağlı ümidsizlik olan dövrlər olub məndə də əlbəttə ki. Amma qismən müəyyən bir dövrdə mən yenə də deyirəm, bayaq Rüfət dedi, qəşəng. Mən elə bil ki, biraz bax biznes tərəfi burada köməklik eləyir. Mən elə bil girdim bu sahənin içinə və çox qısa müddətdə artıq başa düşdüm ki, nə harda deyil. Çünki biznesmensən. Harda nə düz dayanmayıb. Daşları yerinə qoymaq. Uğursuz layihələr oldu. Tanış olduqca, yəni ki, bu stəkana edən bir adam var da, bu maksimum ola bilməz. Bunun çox güman ki, bundan yaxşı da edən var. Yaxşı. Və çalışdım yaxşılarla tanış olum və yaxşılarla bir kooperasiya etməyə çalışdım. Misal üçün, Əlixan Rəcəbovu, mən onunla çəkilməmişdən öncə baxırdım ona, izləyirdim, hələm tanışdıq. Mən danışdım, söhbət edirdi. Tanış deyir idi. Seçimin eləyir. Bir sıra insanlar deyirdi ki, bu bayağıdır. Mən və mənimlə bərabər bir sıra insanlar deyirdi ki, bu oğlanın gələcəyi var. Mən indi də deyirəm ki, mən Əlixan Rəcəbovu hələm tanımadıqdan qabaq ona baxanda mən dedim ki,